Определите верный ответ. Во Дворце ручных игр в начале апреля откроется выставка одежды и кожаных изделий из Пакистана. Посетители смогут приобрести красивую одежду, оригинальные сумки и кошельки. Выставку можно будет ежедневно посещать с 9:00 до 18:00. Vход для посетителей bесплатный. El Oyunları Sarayında aprelin əvvəlində Pakistandan gətirilən dəri məmulatlarının və paltarların sərgisi olacaq. Ziyarətçilər burada gözəl paltarlar ala bilər, orijinal çantalar və pul kisələri ala bilərlər. Hər gün sərgiyə sabah saat 9-dan axşam saat 6-ya qədər gedə bilərsiniz və ziyarətçilər üçün giriş havayıdır. Мәтіннән irəli gələrək, в апреле можно будет бесплатно посетить выставку одежды и кожаных изделий из Пакистана вариантını seçirik.